Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördüm qızlar. Bu günləri iftar üçün salat hazırlamaq istədim. Dedim çəkim, sizlərlə də paylaşım. Bilmirəm, aranızda iftar üçün salatı sevən varmı, sevməyən varmı? Yəni bizim evdə bir dənə mənəm sevən, nə uşaqlar, nə yoldaşım sevmir. Ona görə də az bir halda, yəni yarım porsiyalıq hazırlamaq istədim. Dedim ki, hazırlayım. Yəni çox da qalmasın, təzə-təzə, yəni uşaqlar yeyər, yeməz də ki, az bir halda özüm hazırladım. Düzdür, gecikmiş videodur qızlar. Bunu yeni il üçün hazırlamışdım. Amma yəni səs yazdırıb paylaşa bilməmişdim. Dedim elə səsimi yazdırım, paylaşım. Mən 3 ədəd kartoşka götürmüşəm, 2 ədəd yumurta, bir də markov götürmüşəm qızlar. Markov da yəni dediyim kimi az porsiyanı edəcəm. Çox 5 yəni bir porsiyanın iftar cinsini etməyəcəm. Sadəcə dedim ki, süfrədə olsun. Həm də ki, neçə vaxt özüm hər dəfə deyirəm ki, özümə biləmsə hazırlayım. Uşaqlar sevmədiyi üçün adam da özünə yəni hazırlamır, ərincəklik eləyir. Dedim həm yəni elə bayram qabağıdır, elə hazırlayaram. Bayram vaxtı da hazırlayaram. Düzü bayramda heç bir çəkiliş etmədim. Nə istər süfrəmiz, nə də yəni bayram hazırlıqlarımı nəsə qarışıqlıq oldu. Heç də çəkə bilmədim. Dedim elə bir dənə bunu çəkmişkən elə səs yazdırım, paylaşım. Mən belə deyim qızlar, bunun içərisinin ərzaqlarını çiğ-çiğ doğrayıram. Mənə o daha rahat gəlir, nəinki bişəndən sonra. Yəni burada yer kökünü də yəni çiğ halında doğrayacağım, kartoşkanı da yəni çiğ halında, bişmiş halında etmirəm. Mənə elə gəlir ki, yəni mən bilmirəm, bəlkə də dərəcəsini tuttura bilmirəm, ötürürəm. Onda elə bil ki, kartovum biraz çox bişmiş olur, amma belə də rahat bilirəm ki, rahat yəni doğrayıram, rahat da tez götürürəm. Belə qızlar, istədim bir elə çəkim. Bir videoda olmuş olar. Həm də mənim bildiyiniz kimi videolarım silinmişdi. O birisi kanalım silindiyi üçün bu yeni videolarımda istədim ki, yəni yeni kanalımda istədim yeni bir videolarım olsun. Fərqli bir videolar olsun, yəni yemək videoları olsun. Ona görə də elə ağlıma bir dənə, yəni bayramda heç nə etməmişdim. Bir dənə bu gəlmişdi. Yəni çəkməmişdim. Süfrəni nə hazırladıqlarımın heç birini çəkmədim. Dedim elə bir dənə bunu çəkim. Həm də ki, kanalımda heç köhnə kanalımda da belə, elə təzə kanalımda da belə stoliçni salat hazırlamamışdım. Qarğıdalı salatı hazırlamışdım, amma bunu hazırlamamışdım. Belə qızlar, mən kartoşkanı da yer kökünü də doğradım, yəni soydum, yudum. Gördüyünüz kimi 3 ədəd böyük yer kökü götürmüşəm, 3 ədəd kartof, 2 ədəd də yumurta götürmüşəm. Yumurtanın sarısını vurmayacağım. Yəni eləcə ağını edəcəm. Bəzən görürəm sarısını da vuran var, amma sarısını vurmayacağım qızlar. Mən xoşum gəlmir. İçərisində elə bir ki, sarı olur. Ona görə də sevmirəm. Bir də mən yəni belə deyim, stoliçin salata nə xiyar turşusu, nə də soğan vurmuram. Bilmirəm, siz də edirsinizmi, etmirsinizmi? Xiyar turşusu vuranda stoliçin salat tez turşuyur, tez xarab olur. Elə də soğan. Ona görə də nə soğan çox vururam. Yəni az hallarda soğan bəzən vururam, bəzən də vurmuram. Amma xiyar turşusunu demək olar ki, heç vurmuram. Əvvəllər vururdum, görürdüm tez turşuyur. Amma sonra bir-iki dəfə baxdım YouTube'da, gördüm ki, araşdırdım, gördüm, dedilər ki, elə xiyar turşusu tez turşudur. Nə qədər suyunu sıxsaq da belə, yəni necə deyim, cunanın arasına belə bəzən qoyurdum, suyunu sıxırdım ki, tam suyu yəni axsın, getsin. Amma yenə də istər-istəməz baxırdım ki, yenə turşuluq verir.
Ona göre hiç yani statinin içerisinden xiyar turşusunu çıkarttım. Bilmirəm hiç etmişsizmi, etməmişsizmi? Çok güzel olur kızlar. Deyirsiniz ki, xiyar turşusunu çıxardanda necə alınır? Yaxşı alınmaz. Yəni biraz adam fikirləşir ki, yəni biz reseptinde görmüşük ki, xiyar turşusu var, amma xiyar turşusu yani o kadar da önemli değil, belə deyim mənim üçün. İndi aranızda vuran varsa da, yəni dediyim kimi ağız hərənin bir ağız dadı, hərənin bir zövqü var. Kimə necə yəni ağız dadına uyğundur, o cür də edə bilər. Mən bunu öyrətmək mənasında çəkmirəm. Sadəcə bir vlog kimi istədim kanalımda olsun. Sevirəm belə salatlar hazırlayanda, yəni çəkim video paylaşım. Yer kökünü də belə doğrayıb qoyacağam qaynasın. Mən düzdür doğrayanım var, nasiya deyilir də. Yəni ondan varımdır, amma heç demək olar ki, heç alınandan mən heç onu işlətməmişəm. Mənə rahat gəlmir. Ona görə də elə bunu yəni belə daha rahat olur. Onda elə bir ki, standartını da doğramağın standart formasını da tuturam. Bilirəm ki, yəni böyük olmur pişəndə, amma biraz elə bil ki, nədənsə də mənim hər zaman pişəndə biraz ötürürəm, necə olursa da istədiyim formada olmur, belə deyim. Bir de kızlar bəzən görürəm ki, staliçin salatını içərisinə kalpasada vururlar. Düzdür, görmüşəm, amma heç yemişəm, amma heç özüm istifadə etməmişəm. Hər zaman mən yəni mal ətindən və ya da toyuq ətindən hazırlayıram, amma heç vaxt staliçiniyə mən yəni kalpasa vurmamışam, amma bəzən restoranlarda görürəm, yəni kalpasa ilə edirlər. O da pis deyil. Mən demirəm ki, pisdir, amma nədənsə də heç vaxt etməmişəm evdə. Elə hər zaman da yəni ətlə edirəm. Siz necə? Sizlər yəni kalpasa ilə mi edirsiniz, yoxsa ətlə mi edirsiniz? Mənim üçün maraqlı olar. Bəlkə də bu videoda nə isə artıq etmişəm, nə isə əksik etmişəmsə də fikirləriniz mənim üçün maraqlı olar. Hər birinizin fikirlərinizi yorumlarda gözləyirəm. Bəlkə də mənim də hardasa səhv etdiyim, bilmədiyim nələrsə varsa da, yəni mən belə deyim, fikirlər açıqdır mənim üçün ki, yaza bilərsiniz ki, harda nə isə səhv etmisəm. Bəlkə də mən onu bilmirəm. Dediyim kimi əvvəllər mən xiyar turşusunu vururdum staliçin salata, amma sonra gördüm ki, yox, xiyar turşusu vuranda daha da tez turşuyur, dadını dəyişir. Ona görə də məsələn mən onu xiyar turşusunu oradan çıxartdım. İndi ola bilər bəlkə də nəyisə artıq tökmək yəni lazımdır və ya da nəyisə azaltmaq lazımdır. Hər birinizin fikirləriniz mənim üçün maraqlı olar. Belə kartoşkanı qaynatdım, qoydum süzgəcdən, yəni çəkildi suyu, soyudu. İndi isə yumurtalarımın ağını çıxardacağım. 2 ədəd yumurta götürmüşəm. Sarısını dediyim kimi vurmayacağım. Yəni təkcə ağını vuracağım. Amma bilmirəm, bəlkə də sarısı da vurulsa da yaxşı olar. Mənə elə gəlir ki, içərisində sarı olur, ona görə sevmirəm. YouTube'da da baxıram qızlar, görürəm bəzən elə olur vururlar, elə olur vurmurlar. Ona görə də yəni dediyim kimi zövqlər müxtəlifdir. Mən balaca bir qaroq götürmüşdüm. Balaca da mayonez götürmüşəm. Yəni çox hazırlamayacağım. Bizim belə deyim, evdə bir dənə mən sevirəm. Bir də qaynanam hər zaman mənim staliçin salatımı xoşu gəlir deyən, hər zaman mən ona belə hazırlayıram. Yəni bayramda özü burada olmasa da belə rayona göndərirəm. Hər zaman ona deyir ki, mən sənin staliçin salatını bəyənirəm. Ona görə də elə bir dənə o yeyir, bir də mən. Nə uşaqlar, nə yoldaşım onunla heç biri yemirlər. Amma bəzən baxıram ki, qızlar, yəni hamının evində istəklə, sevə-sevə yediyi, hazırladığı bir salatdır. Nədənsə də bizim uşaqlar sevmirlər. Bizim uşaqların ən çox sevdiyi salat qardalı salatıdır. Belə deyim,
gündə neçə dəfə hazırlasam belə onlar qardalı salatından, yəni belə diksinməzlər. Bir qardalı salatı, bir də vinegret. Onların dərdləri, azarları vinegretlə qardalı salatıdır. Ona görə də tez-tez hazırlayıram. Amma heç özümə bir vaxt ayırıb, heç vaxt da özümə istacın salat etmirdim. Dedim elə bir bayramdır, bayramda da edim, həm də süfrəmizin üstündə olsun. Belə qızlar, yumurtanı da xırda-xırda doğradım. Mən ümumiyyətcə deyim, hamısını xırda doğramağı sevirəm. Bəzən görürəm ki, iri-iri doğrayanlar da var, amma xırda olanda daha gözəl görsənir. Yəni salat. Ona görə də elə xırda-xırda doğradım. Üzərinə də balaca bir qarox almışdım. Balaca da mayonez. Yəni az porsiyalıq etmişəm. Mal ətindən etmişəm qızlar, toyuq ətindən yox, mal ətindən edəcəm. Bəzən elə olur ki, toyuq ətindən də edirəm, amma belə mal ətindən etmişəm. Bir də şüyüt vururam. Yəni gördüyünüz kimi şüyüt, yəni belə deyim də, yəni onsuz da ki, istacın salata şüyüt vururlar. Amma bəzən görürəm ki, baxıram YouTube'da kişniş də vuran var. Amma mən heç vaxt vurmamışam. Ancaq şüyüt vururam. Bir də təzə xiyar. Yəni turşu xiyarı vurmuram, təzə xiyarı vururam. Təzə xiyarını da qoyuram, suyu çəkilir. Doğrayıram, ya əlimlə sıxıram, ya da ki qoyuram, suyu çəkilir. Yəni su buraxmır. Su buraxanda istər-istəməz mayonez sulanır. Salata su verir. Onda da daha tez, yəni xarab olmağa daha tez, yəni xarab olması daha çox tez baş verir. Ona görə də suyunu sıxsanız daha yaxşı olar. Quru halında olsa daha yaxşı olar. Çünki xiyarın özü də su buraxanda, mayonez də su buraxır. Ona görə quru halda olsa daha yaxşı olar. Sizlər necə qızlar? Sizlər də bilirəm bayramda qadınlarımız çox yorulur, çox belə deyim, hər bir iş qadınlarımızın üzərinə düşür. Hər bir məsuliyyət, istər yemək bişirmək, istər yəni süfrəni açmaq, hamısı qadınlarımızın üzərinə düşür. Bilirəm ki, hər halda yəqin ki, yorğun olarsınız. Düzdür, bu videonu mən geç paylaşacağım, amma hər halda bayramdan sonra adam bir müddət yorğun olur. Amma yorğun olsaq da bu bizim qadınların hamısı, yəni bizim boynumuzdadır, bizim yəni öhdəliyimizdədir. Allah can sağlığı versin hər bir qadınlarımıza, xanımlarımıza, yəni gələn bu illəri xoş günlərlə gəlsin inşallah. Ruzili bərəkətli gəlsin. Düşərli olsun, ən əsası can sağlığı olsun. Hər birinə xoş günlər arzulayıram. Düzdür, yenə dediyim kimi, bəlkə də baxsanız bu videoda yəni bayram ötmüş olacaq, üstündən bir müddət keçmiş olacaq. Amma sadəcə istədim ki, yəni burada videomu paylaşım, təbriklərimi də yəni çatdırım. Yenə deyirəm, hər biriniz xoş günlərlə gəlsin. Bu yeni iliniz düşərli uğurlu olsun. Ailənizə, özünüzə düşərli uğurlu olsun. Əsas odur ki, can sağlığı olsun. Can sağlığı olanda hər bir şey öz yeri yerində, öz yatağında olur. Hər şey gözəl olur. Əsas can sağlığıdır. İnşallah canımız sağlam olduqda hər bir işimizi də sevə-sevə görürük də, hər bir işimizi, yəni işimizin dalınla gedirik də, istər evdar qadınlarımız olsun, istər yəni iş xanımlarımız olsun, yəni can sağlığımız yerində olanda hər birimiz işimizə xoş günlə, xoş pozitiv enerji ilə hər birimiz o işlərə yəni görürük də, o işlərimizin arxasından düşürük də. İnşallah hər birimizə də xoş gəlsin bu yeni ilimiz. Belə qızlar, mən hazırladım. Yəni hamısı bişdi, yer köküm də bişdi. Qoydum, soyudu. Soyandan sonra qarışdırıram belə. Üzərinə də mayonezi vuracam.
Koyacağım ağzını örtüb xaladenikə. Duz istiotda vuracağım. Amma duz az vururam ki qızlar. Mayonezin istər-istəməz özü də biraz duzluq var. O biraz keçəndən sonra baxıram ki, mayonez öz duzunu buraxır. Ona görə duz az vurdum. Yəni yetərincə bəsdir. Yəni istədiyiniz kimi, yəni zövqə görə belə deyim, ağız dadınıza görə siz duzunu, istotunu özünüz ayarlaya bilərsiniz. Mənim bu qədər yəni staliçinimə hamısını 3-3 götürmüşdüm. Belə yəni balaca bir bankada mənə bəs etdi. Lap yaxşı oldu. Nə quru olmadı, nə çox mayonezi yəni yerində mənə bəs etdi. Hazırlayıram, qarışdırım. Qaba da servis edim. Qalanını götürəcəm, xaladenikə qoyacağam. Biraz belə deyim, qarışanda, biraz duranda daha gözəl olur dadı. Ona görə də biraz dinlənməyə qoymuşam. Dinlənsin. İndi sadəcə istədim biraz qaba qoyum, servis edim, çəkilişimi tamamlayım. Qalanını götürüm, soyuducuya qoyum. Belə qızlar, mən hazırladım. Göz haqqınızı halal eləyin. Çox sağ olun. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm, əziz izləyicilərim. Hər birinizin dəstəyinə ehtiyacım var. Mənim, yəni kanalım yeni olduğu üçün hər birinizdən dəstək gözləyirəm, əziz izləyicilərim.